Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub. Dövlət başçısına kənddə icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verilib. Qeyd olunub ki, Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin 74 nəfərin məskunlaşması üçün bütün zəruri şərait yaradılıb. Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində geniş miqyaslı işlər görülüb. 2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunub. Yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə 4,5 km uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb. Sonra Prezident İlham Əliyev kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkib, yeni evdə yaradılmış şəraitlə tanış olub, məşğulluq imkanları ilə maraqlanıb. Sarvan Abbasov doğma torpaqlarına qayıtmağın sevincini bölüşərək dövlətimizin başçısına və ordumuza minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev ailənin üzvlərinə doğma yurdlarında firavan həyat arzulayıb.